oynağı artrozunun müalicəsində kollagen tibbi vasitələrinin effektivliyi mövzusunda çıxışı ilə Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin həkim fizioterapevti Nuriyə Əlibəyli bu videoda diz oynağı artrozunun patofiziologiyası, xəstəliyin funksional məhdudiyyətlərə təsiri və inteqrativ təbabətdə tətbiq olunan müalicə strategiyalarını iştirakçıların diqqətinə çatdırıb. İnyeksiyon kollagen tibbi vasitələrinin reabilitasiya proqramına daxil edilməsi və xəstənin hərəkət qabiliyyətinin dəstəklənməsində rolu elmi tədqiqatlar üzərindən təqdim edilib. Bugün mənim sizə deyəcəyim məlumatlar diz oynağının artrozunda kollagen tibbi vasitələrinin effektliyidir. Bildiyimiz kimi ümumiyyətlə diz oynağı əsasən qığırdağın zədələnməsi ilə gedən bir xəstəlikdir və burada təkcə artroz degenerativ, proqresivləşən bir xəstəlik olduğuna görə zaman keçdikcə oynağın digər komponentləri də zədələnir. Belə ki, burada subxondral sümük, sinovial membran, bağlar, kapsul, meniskus, oynağı əhatə edən əzələlər və s. kimi komponentlər prosesə qoşulur. Bunların bir yerdə olan xəstəliklərin heterogen bir qrupudur. Qonartroz ortopedi xəstəliklər içərisində çox rast gəlinən xəstəliklərdən biridir və burada da nəzərə alsaq ki, diz oynağı daha çox, belə deyək də, hərəkətli oynaqlardan biridir və daha çox travmalara məruz qalır və buna görə də diz oynağı və digər oynaqlardan daha üstündür və diz və but çanaq oynaqları burada da statistikada görürük ki, digər oynaqlara nisbətən daha çox rast gəlinir. Bu, həm bədən çəkimizin daha çox aşağı ətraflar daşıdığı üçün və eyni zamanda dediyim kimi oynağın hərəkətli olması ilə bağlıdır və yerdə qalan digər faiz isə çiyin oynağı, aşıq taban oynağı və digər oynaqların üzərinə düşür. Xəstəliyin əgər biz sayına baxsaq, burada belə bir tədqiqatda 2019-cu ildə qlobal xəstəlik yükü tədqiqatına əsasən qonartroz dünya əhalisinin 7%-ni, 500 milyondan çox insanı əhatə edir. Əlbəttə ki, bu kiçik bir rəqəm deyil və nəzərə alsaq ki, mövcud həyat tərzimizdə insanların daha çox çəkili olması ilə əlaqədardır. Hətta nə qədər regenerativ ineksiyalar, regenerativ prosedurlar və proseslər belə deyək, aşkar olunub, istifadə olunsa da, kəşf olunub, istifadə olunsa da, hətta proqnozlaşdırılır ki, son 10 il ərzində bu xəstəlik getdikcə rəqəm sayı olaraq artacaq. Və əlillik faizinin artması, eyni zamanda ənənəvi müalicənin effektliyinin, belə deyək, nisbətən aşağı olması yeni yanaşmalara ehtiyac yaradır. Və bu da ümumiyyətlə statistikaya baxdıqda qonartrozda ölüm statistikası birbaşa ölüm səbəbi deyil. Amma digər immobilizasiyalardır, əməliyyatlardır, yanaşı xəstəliklərdir və bunlar ölüm göstəriciləri ilə nəticələnə bilir. Burada dediyim kimi mən birbaşa əsas çıxışımızı tədqiqat üzərində qurmuşam. Apardığımız tədqiqat üzərində tədqiqatımızın əsas məqsədi diz oynağı artrozunun kompleks müalicəsində kollagen tibbi vasitələrinin öyrənilməsidir. Ümumiyyətlə, klassik müalicədə simptomatik rahatlıq təmin edir, aydındır, akademik müalicə, klassik müalicə, amma degenerativ prosesə çox da təsir edə bilmir və uzun müddətli residiv riskini azaltmır. Amma qığırdaqda və sümükdə kollagen 2 və tip 1 və tip 2 kollagen üstünlük təşkil edir ki, bu da qığırdağın elastikliyini, amortizasiyasının gücünü saxlayır. Və nəzərə alsaq ki, ümumiyyətlə kollagen ləng mübadiləli bir zülaldır. Onun orqanizmdən yarım parçalanma dövrü həftələrlə və aylarla davam edir. Və buna uyğun olaraq da kollagenin istifadəsi ineksiyadan sonra da, onun effektliyi həftələrlə, aylarla davam edə bilir. Burada tədqiqatımıza əsasən, belə deyək, 42 xəstə cəlb olunmuşdur. 42 birincili, 3-cü dərəcə olan, artrozu olan pasiyentlər, bunlardan 11-i kişi, 31-i qadın olmaqla 50-65 yaş aralığında götürülmüşdür. Birinci qrupa akademik müalicə və üstəgəl hialuron turşusu ineksiyaları, burada da elə ilk öncə də sual doğurdu ki, bunların bir yerdə və ayrı bir tədqiqatı varmı? Biz də burada ayrı-ayrı istifadə edib nəticəyə baxmışıq. Hialuron turşusu ineksiyaları, 21 olmaqla 2 bərabər qrupa bölünən
yəni pasiyentlər üzərində akademik müalicə və hialurun turşusu, eyni zamanda bu hialurun turşusu həftədə bir dəfə, intraartikulyar 3 həftə istifadə olunmuşdur. İkinci qrupda isə akademik müalicə və kollagen tibbi vasitəsi inyeksiyaları. Burada MD-ni intraartikulyar olaraq və MD-muscle periartikulyar olaraq istifadə olunmuşdur. Yenə də xəstəliyin burada dediyimiz kimi müalicədə mütləq xəstəliyin ağırlıq dərəcəsi, xəstəliyin başlanması, nə dərəcədə xronik olması və yaxud da kəskin dövrdə yanaşmasına görə müalicə müddəti həkim tərəfindən, yəni individual olaraq fərdi təyin edilir və burada da biz daha çox 3-cü dərəcə bildiyimiz kimi yüngül dərəcə deyil, daha ağır dərəcə olduğu üçün, yəni 3-4-cü dərəcə, belə deyək, daha degenerasiyaya məruz qalmış, deformasiyaya məruz qalmış oynaqlar olduğu üçün həftədə 3 dəfə, 3 həftə ərzində istifadə olunmuşdur. Akademik müalicədə istifadə olunan preparatlar qeyri-steroid iltihab əleyhinə preparatlar, xondraprotektorlar və yerli məlhəmlərdir. Və burada yenə məndən öncəki çıxış edən lektorumuzun da dediyi kimi fizioterapiya doğrudan da dayaq hərəkət sistemi xəstəliklərində vacib olan, istifadəsi vacib olan nüanslardan, amillərdən biridir. Belə ki, burada fizioterapiya bildiyimiz kimi çox şaxəli, çox çeşidli bir sahədir. Yəni, burada yenə də xəstəyə və xəstəliyə uyğun olaraq, onun mərhələsinə uyğun olaraq fərdi yanaşma tələb edir. Və burada biz tədqiqatda istifadə etdiyimiz xəstələrə maqnitoterapiya, fonofariz birinci qrupa hidrokortizonla və ikinci qrupa isə zel məlhəmi ilə tətbiq olunmuşdur və elektromiyostimulyasiya bildiyimiz kimi oynağın, belə deyək də, xüsusilə də zədələnmiş oynaqda əgər zədələnmə varsa, hərəkət zəifliyi var, hərəkət zəifliyi varsa əzələlərin tonusu aşağı olur və oynağın yüklənməsi baş verir. Və bunu nəzərə alaraq biz oynaq ətrafı və oynağın əsasən gücünü öz üzərinə götürən əzələlərin güclənməsi üçün elektromiyostimulyasiya prosedurundan istifadə etdik. Və reabilitasiya burada çox vacib, istifadəsi lazım olan nüanslardan biridir. Çünki dediyimiz kimi artıq oynaqda degenerasiya artırsa, deməli, orada hərəkət məhdudiyyəti yaranır. Yəni, hərəkət məhdudluğu yarandıqca bu, hətta zəncirvari olaraq bildiyimiz kimi digər oynaqlara, but çanaq oynağı, onurğaya da sirayət edir zədələnməsinə. Buna görə də reabilitasiya burada müalicəvi idman hərəkətlərdir, izometrik dartmalardır, kontrakturaların açılması, oynaq ətrafı əzəllərin güclənməsi çox vacibdir. Əgər oynağın hərəkəti zamanla bərpa olmasa, belə deyək, etdiyimiz müalicələrin effektliyi də aşağı olmuş olur. Və fiziki müayinədən burada dediyimiz kimi əllərimizlə palpasiya üsulu ilə diz hərəkətliliyinin və ağrının qiymətləndirilməsi, deformasiyanın olub-olmaması, krepitasiyanın, iltihab əlamətləri, kontrakturaların olub-olmaması, ayağın yəni ekstensiyon, fleksiyon vəziyyətinin nə dərəcədə yəni ki, tam olub-olmaması üçün ilk fiziki müayinədən istifadə etmişik. İnstrumental müayinələrə gəldikdə rentgen müayinəsi diz oynağının artrozu üçün qızıl standart müayinələrdən biridir. Çünki rentgen müayinəsində artrozun dərəcəsinin tipik əlamətlərinin aşkarlanması və orada olan ilkin dəyişikliklər və hətta irəliləmiş dəyişiklikləri görə bilirik. Və gördüyümüz kimi birinci dərəcədə, yəni yüngül dərəcədə artıq minimal osteofitlər inkişaf edir. İkinci dərəcədə oynağın daralması, osteofitlərin inkişafı və yaxud da osteofitlərin belə deyək ölçülərinin artıq böyük olmasını biz görə bilirik. Üçüncü dərəcə oynaq aralığı daralır, artıq subxondral skleroz, böyük osteofitlər, deformasiyalar müşahidə olunur. Dördüncü dərəcədə isə bildiyimiz kimi daha ağır dərəcədir, daha çox cərrahi əməliyyata göstəriş olan bir haldır. Kəskin aralıq daralması, böyük osteofitlər, deformasiyalar rentgendə biz görə bilirik. Diz oynağının ultrasəs müayinəsi əsasən yumuşaq toxumaların qiymətləndirilməsi üçündür. Burada da oynaqda maye toplanmasıdır, sinavitlərin diaqnostikasıdır, qığırdaqların incəlmə əlamətlərinin aşkarlanmasıdır, meniskusların zədələnməsi və s. kimi yumuşaq toxumalarda ultrasəs müayinəsində aşkarlanır. MRT müayinəsi isə belə deyək, yumuşaq toxumaların daha dəqiq diaqnostikası və diferensiyasiyası üçündür. Çünki burada bağ, vətər zədələnmələri,
meniskusların zədələnmələri və s. kimi halları biz MRT diaqnostikası ilə dəqiq dəyərləndirə bilirik. Əlbəttə, əgər göstəriş varsa buna. Bugün istifadə etdiyimiz preparatlardan, yəni əsasən diz oynağı üçün adından da gördüyümüz kimi MD-ni əsas təsir edici maddəsi kollagendir. Tərkibində isə cənab Pero arnika haqqında geniş məlumat verdi. Tərkibində isə arnika preparatıdır ki, ümumiyyətlə diz oynağı tez-tez zədələnməyə, travmaya məruz qalan oynaqdır və buna görə də yanaşı olaraq orada iltihabı proseslər müşahidə olunur. Və arnika özü iltihab əleyhinə çox yaxşı təsir göstərir və demək olar ki, bir yerdə təsiri daha effektli olur. Və burada da MD-ni burada istifadə etmişik intraartikulyar. Gördüyümüz kimi, yəni burada da nöqtələri göstəribdir və oynaq daxilinə icra olunubdur. Və eyni zamanda oynaq ətrafı da istifadə edə bilərik. Bağlar və tərlər üçün oynaq ətrafı da istifadə oluna bilər. İkinci istifadə etdiyimiz preparat MD Muscle-dır ki, bunun təsir edici maddəsi, yenə də əsas tərkib hissəsi kollagendir, ikinci isə hiperikumdur. Hiperikum bildiyimiz kimi dazı otudur və dazı otunun özünün büzücü xüsusiyyəti var ki, yəni əzələ tonusunu artırır. Yəni bu da MD Muscle-ın əsas orada istifadə etdiyimiz məqsədlərindən biridir ki, əzələ tonusunu artırsın və bunu da biz periartikulyar olaraq istifadə edirik və burada da meridianlar üzrə görürük, digər yəni meridianlar üzrə bu preparatları istifadə etmək olur və bir şeyi də qeyd edim ki, ümumiyyətlə kollagen preparatları biotənzimləyici preparatlarla birlikdə istifadəsi çox effektlidir. Yəni burada bildiyimiz kimi biotənzimləyici preparatlardan yəni bir yerdə istifadə lazım gəldikdə istifadə olunur və birlikdə istifadəsi öz effektini daha tez göstərir. Və MD Muscle-ı periartikulyar olaraq istifadə etmişik. Burada da yəni həm MD-ni, həm də MD Muscle intraartikulyar və eyni zamanda periartikulyar olaraq birlikdə istifadə olunur. Zel məlhəmi ilə dedik, ikinci qrupa biz istifadə etmişik. Fonofarez proseduru ilə zel məlhəmi. Zel məlhəmi özü geniş tərkibə malik olan bir biotənzimləyici preparatdır. Gördüyümüz kimi tərkibində kartilaqa, qığırdaqlar üçün, funikulus, birləşdirici toxumaq üçün, plasenta, mikrosirkulyasiyanı yaxşılaşdırmaq üçün, arnika, iltihab əleyhinə və s. kimi biz komponentləri içərisində görürük və beləliklə o həm iltihab əleyhinə, həm ağrı kəsici, həm də xondroprotektor təsir göstərir və zel məlhəmlərini kompres kimi diz oynağına da istifadə etmək mümkündür. Biz yəni tədqiqatda olan pasiyentləri əsasən iki şkala ilə dəyərləndirilmişik. Bir VAS şkalası ilə və yəni ağrının vizual analoq şkalası ağrının ölçülməsidir və rentgen müalicəsi ilə ağrı şkalasında da görürük ki, yəni dərəcəsinə görə, ağırlıq dərəcəsinə görə rəqəmlər dəyişir və yanaşı olaraq rentgen müalicəsi terapiyadan əvvəl və sonra. Alınan nəticələrə görə birinci qrup xəstələrdə VAS şkalasına görə 8.1 ağırlıq dərəcəsi qeydə alındı. Ümumiyyətlə nəzərə çatdırım ki, yəni aparılan tədqiqatda VAS şkalasına görə 7-9 arası, yəni ağrının daha şiddətli olan dərəcəsi ilə götürülmüşdü pasiyentlər və burada 8.1 birinci qrupda terapiyadan sonra 4.9 qədər azalmışdır. İkinci qrupda isə yəni birinci qrup hyaluronla, ikinci qrupda isə kollagenlə olan müalicədə 8.3-dən 3.6-ya qədər azalmışdır. Və buradan görsənir ki, kollagen terapiyası ilə müalicə edilən pasiyentlərin çoxunda VAS şkalasına əsasən ağrı səviyyəsində əhəmiyyətli dərəcədə azalma qeydə alınmışdır. Və rentgen müayinəsində biz əsasən nəyi görürük? Burada yenə hər iki qrupda demək olar ki, oynaq məsafəsi daralmışdı, iri çox saylı osteofitlər inkişaf etmişdir, subxondral skleroz, deformasiyaların olması inkişaf etmişdir. Terapiyadan bildiyimiz kimi rentgen müayinəsi ən qısa müddəti 6 ay və hətta 1-2 il ərzində 1-2 il sonra təkrar müayinəyə baxılır. Çünki nəzərə alsaq ki, artroz degenerativ bir xəstəlikdir. Yəni, degenerativ bir xəstəliyin izlənməsi, belə deyək, təəssüf ki, qısa müddət ərzində olmur. Bunun üçün zaman lazımdır.
Və burada terapiyadan 1-2 il sonra götürdüyümüz xəstələrin müayinəsi belə həyata keçirilmişdi. Birinci qrupda oynaq arası məsafə qismən saxlanılır. Osteofitlərin azalması az müşahidə olunmuşdur, deformasiya davam edir. İkinci qrup xəstələrdə isə sabitləşmiş oynaq boşluğu, osteofitlərin azalması, sklerozun zəifləməsi və progressiyanın zəifləməsi və dayanması kimi halları biz artıq burada müşahidə etdik. Ümumiyyətlə, buradan belə bir nəticəyə gəldik ki, qonartroz müalicəsində akademik terapiya sxeminə hialuron turşusu əlavə edilməsi effektliyi azalmışdı. Burada da gördüyümüz kimi həm istər ağrı şkalasında, həm rentgen müayinəsində biz, belə deyək də, xəstənin həyat keyfiyyətində biz fərqi gördük. Və VAS şkalası ilə və rentgen müayinəyə əsasən isə kollagen tibbi vasitələr və biotənzimləyici olan zel preparatlarının birlikdə aparılması daha effektiv olmuşdur. Və beləliklə, buradan belə deyək də, nəzərə alsaq ki, burada əsasən kollagen istifadə etdiyimiz MD-ni və MD-muscle tibbi vasitələrinin biotənzimləyici preparat zellə birlikdə istifadəsi həm ağrını azaltmışdır, həm də toxuma regenerasiyasına daha əhəmiyyətli dərəcədə stimullaşdırmışdır, yəni daha effektiv olmuşdur. Burada bir neçə pasiyent üzərində göstərmək istəyərdim. Yəni, pasiyent 55 yaşında müəllimədir, universitet müəlliməsi idi. Bizə müraciət etdikdə demək olar ki, əsas yerimə çətinliyinin olmasını söylədi. Pilləkənləri universitetdə çıxıb düşməsindən əziyyət çəkdiyini söylədi. Bir neçə müalicələr almışdı, amma müalicələr belə deyək, qısa müddətli olmuşdu. Yəni, uzun müddətli olmamışdı. Son olaraq əməliyyat tövsiyə olunmuşdu. Sadəcə olaraq yaşı cavandır, belə deyək, 55 yaş erkən başlamış artrozdur bu dərəcəyə görə. Pasiyent heç cürə bundan razılaşa bilmirdi. Bizə müraciət etdi və burada baxdım, müalicəsi də getmişdi, illərlə belə deyək, düzgün müalicə almışdı. Sadəcə olaraq regenerasiya yox idi, davamlı bərpa yox idi. Və burada da gördüyümüz kimi pasiyentə müalicə başlandı. Əlbəttə, burada ağırlıq dərəcəsinə görə dediyimiz kimi həftədə 3 dəfə, daha sonra xəstə kontrollara götürülür və davamlı olaraq müalicəsi davam edir. Burada biz görürük ki, pasiyentin doğrudan da öncəki və sonraki rentgen görünüşündə xeyli dəyişikliklər var, yəni müsbətə doğru dəyişikliklər var və bu xəstənin həyat keyfiyyətində də özünü göstərir. Pasiyent artıq rahat işinə getdiyini, ağrısız, əlbəttə problem tam ortadan götürülmədi, amma ən azından bir müəllimənin demək olar ki, həyat keyfiyyəti, gündəlik həyatı normallaşdı və ağrısı xeyli azalmış oldu. Və digər pasiyentdə də 69 yaşı var idi. Bunda da əməliyyat tövsiyə olunan xəstə idi. Sadəcə olaraq xəstənin yanaşı problemləri buna imkan vermirdi. Həm ürək, həm şəkər xəstəsi idi və ona görə də bu əməliyyata gedə bilmirdi. Burada da xəstənin, belə deyək, müalicəsi başlandı və həm xəstənin yenə də həyat keyfiyyətində və rentgen görünüşündə fərq olunacaq qədər biz dəyişiklik gördük. Və görürük, oynaq aralığında əlbəttə burada istər kollagen, istər reabilitasiyanın hesabına oynaq aralığında da bir müəyyən məsafənin yaranması, qığırdağın keyfiyyətinin yaxşılaşması, subxondral skleroza təsiri müsbətə doğru dəyişiklikləri görə bilirik. Və 3-cü dərəcə artrozu olan digər 67 yaşlı xəstəmizdir. Bu da yenə də müalicə kursundan sonra xəstənin dinamikasında və rentgen şəklində alınan müsbətə doğru dəyişiklikləri görürük və digər 65 yaşlı bir xəstə idi. Yenə bu da belə deyək də, həm çəkisi olan bir xəstə idi. Ağır çəkidən, digər yanaşı xəstəliklərdən, maddələr mübadiləsi, şəkər xəstəliyi ilə əziyyət çəkirdi və yanaşı olaraq da yeriyə bilməməsi digər xəstəliklərə birbaşa fəsad törədirdi. Və burada da müalicə başladıq və gördüyümüz kimi həm patellada, həm oynağın məsafəsində, qığırdağın keyfiyyətində, sümüyün keyfiyyətində müsbətə doğru dəyişikliyi görə bilirik. Və ən azından 2-ci, 3-cü dərəcə olan pasiyent 2 il sonra rentgenində burada ən azından xəstənin dediyimiz kimi, desək ki, əgər bu diz oynağı
artrozu proqressivləşən bir xəstəlikdir, irəliləyən bir xəstəlikdir və nəzərə alsaq ki, burada ən azından proses 2 il ərzində durmuşdur, irəliləməmişdir. Bu özü də müsbətə doğru bir dəyişiklikdir. Diqqətiniz üçün təşəkkür edirəm.